Əziz şagirdlər, valideynlər və müəllimlər, səhər Azərbaycan dilindən fonetika bölməsi üzrə izah atmışdım. Hal-hazırda isə riyaziyyat fənnindən natural ədədlərdən izah atıram. Bugünkü mövzumuz natural ədədlərdir. Natural ədədlərdən başlayırıq. Nədir natural ədədlər? Sayma nəticəsində yaranan ədədlərə biz natural ədədlər deyirik. Məsələn, biz bura bir neçə dənə çöp düzmüşük və bunları saymaq istəyirik. Bunları sayarkən biz birdən başlayacağıq təbii ki. 1, 2, 3, 4, 5, 6. Ona görə natural ədədlərə biz deyirik ki, sayma nəticəsində yaranan ədədlərə natural ədədlər deyirik. 0 natural ədəd deyil. Çünki biz sıfırdan başlayaraq saymırıq. Natural ədədlərin özü də iki hissəyə ayrılır, iki yerə. Bunlar nədir? Bunlar tək ədədlərdir və tək və cüt ədədlər. Tək ədədlərimiz yazaq bura 1, 3, 5, 7, 9, cüt ədədlər isə 2, 4, 6 və 8. Ümumiyyətlə, sonu sıfırla bitən ədədlərə də biz cüt ədədlər deyirik. Məsələn, 10 cüt ədəddir, 20 cüt ədəddir. Ümumi bir formada desək, ümumiləşdirsək deyərik ki, sonu tək rəqəmlərlə bitən ədədlərə tək rəqəmlər, sonu 0 və cüt rəqəmlərlə bitən ədədlərə isə biz cüt ədədlər deyirik. 0 özü, təbii ki, biz ona nə tək, nə cüt deyə bilmərik. Çünki biz natural ədədlərin burada təsnifatını veririk. Natural ədədlərin təsnifatını veririksə, 0 axı natural ədəd deyil. Ona görə mən 0-a nə tək, nə cüt deyə bilmərəm. Bundan da əlavə, biz həm də bilməliyik ki, ədəd nədir, rəqəm nədir? Məsələn, 0, 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9. Bunlar rəqəmlərdir. Bunlara biz rəqəm deyirik. Yəni, rəqəmlər ilk yaranan simvollardır. Məhz bu rəqəmlərin vasitəsilə biz ədədləri yaradırıq. Bunlar rəqəmlərdir. Yəni, harda olursun, dünyanın hansı ölkəsində olursa olsun, rəqəm deyəndə ilkin olaraq hamının ağlına bu 10 dənə rəqəm gəlir. Və bunların sayəsində biz ədədlərimizi yaradırıq. Məsələn, mən yaratmaq istəyirəm 10-u və yaxud da 25-i. Mən bunu nəylə yaratdım? Təbii ki, bu rəqəmlərin sayəsində yaratdım mən bunları. Ona görə biz rəqəm dediyimiz zaman ağlımıza bu 10 rəqəm gəlir. Ədəd dediyimiz zaman isə ağlımıza 10 və ondan yuxarı olan ədədlər gəlir. Bir nüans, hissəni də yəni nəzərinizə çatdırmaq istəyərdim ki, burada belə bir məsələ var ki, rəqəmə biz həm də ədəd də deyə bilirik. Yəni bu rəqəmləri həm də ədəd də deyə bilirik. Amma ədədə rəqəm deyə bilmirik. Bunu məsələn belə bir formada mən sizə izah edeyim ki, daha sizə aydın olsun, qaranlıq qalmasın. Deməli, belə bir tutaq ki, kvadrat çəkirik, düzdürmü? Belə bir kvadrat çəkirik. Bu hamısı özü ədədləri təşkil edir və məhz bunun içinə də rəqəmlər daxildir. Məsələn, burada xırda-xırda yazsam 0, 1, 2, 3, 4 və ta 9-a qədər bunlar rəqəmlərdir, amma burada 10, nə bilim 100, nə bilim 1000, bax, bunlar olur nə? Ədədlər. Yəni, ədəd ümumi anlayışdır.
rəqəmlər isə onun içinə aiddir. Biz rəqəmə həm də ədəd də deyə bilirik. Yəni 0-dan 9-a qədər olan rəqəmlərə həm rəqəm, həm ədəd deyirik. Ondan başlayaraq saydıqlarımıza isə ədəd deyirik. Mən artıq ona rəqəm deyə bilmərəm. Çünki 10 artıq 2 rəqəmdən yarandığına görə bu ədəd sayılır. Burada ədədlərin içində bax bu hissəni də nəzərinizə çatdırmaq istəyərəm ki, məsələn, bəzən ibtidai sinif şagirdlərinin və yaxud da bəlkə elə yuxarı sinif şagirdlərinin də qarşısına çıxa bilər. Sertifikasiya müəllimlərinin qarşısına bu tip suallar çıxır adətən. Məsələn, deyir ki, ən böyük cüt rəqəmlə tutaq ki, ən böyük 2 rəqəmli cüt ədədin fərqi. Bu zaman biz başa düşməliyik ki, məndən rəqəm istəyirsə, ən böyük rəqəm deyirsə, mən ən böyük deməli bu rəqəmlərdə ən böyüyü 9-dur da, düzdür? Ondan o tərəfə artıq ədədlər başlayır. Artıq ondan etibarən ədəd başlayır. Mənə deyirsə ki, ən böyük cüt rəqəmlə mən başa düşürəm ki, mənim ən böyük rəqəmim 9-dur. 9 isə cüt deyil, təkdir. Deməli, mən nəyi götürməliyəm? Ən böyük cüt rəqəm istəyirsə 8-i götürməliyəm. Və nə istəyir? Ən böyük 2 rəqəmli cüt ədədin fərqi. Mən də başa düşürəm ki, mənim ən böyük 2 rəqəmli ədədim 99-dursa, 99 da təkdir. Çünki 99-dan o tərəfə 100 başlayır, 100 isə artıq 3 rəqəmlidir. Ona görə mən başa düşürəm ki, mənim ən böyük rəqəmim 99-dur, 99 da təkdir. Bu isə məndən cütü istəyir. Deməli, mən nə götürməliyəm? 98-i götürməliyəm. Bunu bildim və ən böyük cüt rəqəmi də məndən istəyirsə, mən də 8-i götürməliyəm. Təbii ki, 98-dən də 8 çıxaramsa, nə qalar? 90 qalar. Yəni, belə çaşdırıcı tiplər, testlər olur. Rəqəm, məsələn, ən böyük tək rəqəmlə ən böyük cüt 2 rəqəmli və yaxud da ən böyük cüt, ən böyük tək 2 rəqəmli ədədin, nə bilim, cəmi fərqi. Bu zaman biz bilməliyik ki, ədəd nədir, rəqəm nədir? Ona görə də biz bu tipli tapşırıqların öhdəsindən gələ bilək. Bundan əlavə, bu ədədlər, ümumiyyətlə ədədlər sadə, biz bilirik ki, rəqəm həm də ədəddir də. Ədədlər sadə və mürəkkəb ədədlərə ayrılır. Sadə ədədlər odur ki, 1-ə və özünə bölünən ədədlər. Məsələn, 3, 7, məsələn, 5. Bunlar yalnız, bax, 3-ün başqa böləni var, yox. 3 yalnız 1-ə bölünür, bir də özünə bölünür. 7 yalnız 1-ə bölünür və özünə bölünür. 5 yalnız 1-ə bölünür və özünə bölünür. Ona görə yalnız 1-ə və özünə bölünən, 1-ə və özünə bölünən ədədlərə, yəni 2 böləni olan ədədlərə biz nə deyirik? Sadə ədədlər deyirik. 2-dən çox böləni olan ədədlərə isə biz mürəkkəb ədədlər deyirik. Bunlar isə 4, 6, 8, 10, 15. Yəni bunlar nədir? Mürəkkəb ədədlərdir. Çünki baxıram ki, 2, 4, 1-ə bölünür, yazıram buradan. 4, 2-yə bölünür. Özünə bölünür, 4-ə bölünür. Deməli, nə oldu? 4-ün 3 dənə böləni oldu. 2-dən artıq oldumu bölənimiz? Oldu. Ona görə mən 4-ə nə deyəcəm? Mürəkkəb ədəd deyəcəm. Və yaxud da götürək buradan 10-u. 1-ə bölünür, 2-yə də bölünür, 5-ə də bölünür. 10-un özünə də bölünür. Gördük? Onun hətta 4 dənə böləni oldu. Ona görə 10 mürəkkəb ədəd sayılır, çünki 2-dən çoxdur böləni, 4-dür. İndi sual verə bilərsiniz ki, müəllimə, bəs 0 nədir?
Yox, bir nədir? Bir nə sadədir, nə mürəkkəbdir. Çünki bir bu sıraya daxil deyil. Sıfırla bağlı desək, sıfırı isə nə tək, nə cüt natural ədədlər sırasına daxil eləyə bilmirik. Çünki sıfır natural ədəd deyil. Birlə bağlı sual verilsə, bir haqqında da deyirik ki, bir nə sadədir, nə mürəkkəb. Amma bizdən soruşarsa ki, məsələn, elə bir tip bizim qarşımıza tapşırıq çıxa bilər ki, bizə deyər ki, ən kiçik sadə ən kiçik sadə rəqəmlə məsələn, ən kiçik 2 rəqəmli cüt ədədin cəmi. Biz məsələn baxırıq ki, ən kiçik sadə rəqəm hansıdır? Bizim axı rəqəmlərimiz 9 daxil olmaqla 9-a qədər olanlardır və mən baxıram ki, bunların içində ən kiçiyi 2-dir. Ən kiçik sadəsi 2-dir. Bəli, 3 də sadədir, amma bundan kiçik 2 var. Biz bir də onu da qeyd etdik ki, bir daha xatırladıram ki, bir nə sadədir, nə mürəkkəb. Amma 2 sadədir. Ən kiçik sadə rəqəmdir. Çünki 2 1-ə və özünə bölünür və 2-nin 2 böləni olduğuna görə 2 ən kiçik sadə rəqəm sayılır. Ona görə mən götürdüm 2-ni və məndən başqa nə istədi? Başqa da istədi ki, ən kiçik 2 rəqəmli cüt ədəd. Bu da təbii ki, 10-dur da. 10 həm cütdür, həm 2 rəqəmlərin içində ən kiçiyidir. Bu da olacaq bunun cavabı nə? 12. Yəni, bu tipli tapşırıqlar qarşımıza çıxa bilər. Və yaxud bizə sual verə bilər ki, ən böyük sadə rəqəmlə, məsələn, ən böyük 2 rəqəmli tək ədədin fərqi. Mən baxıram ki, ən böyük sadə rəqəm hansıdır? Rəqəm deyirsə, mən o dəqiqə fikirləşirəm ki, rəqəm nədir? 10-a qədər olanlardır. Yəni 9 daxil olmaqla. Artıq onu mən rəqəm deyə bilmirəm. Çünki 10 artıq ədəd. Amma 9-a yenə xatırladıram ki, həm rəqəm, həm ədəd deyə bilirəm. Bu da məndən rəqəm istəyirsə, mən fikirləşirəm ki, rəqəmlərin içində ən böyük sadəsi hansı ola bilər? Təbii ki, 7. Çünki 8 və 9 mürəkkəb ədəd sayılır, rəqəm sayılır, həm də ədəd sayılır. Çünki 8-in məsələn 8-in bölənlərini yazaq. 8 1-ə bölünür, 2-yə bölünür, 4-ə bölünür və 8-in özünə bölünür. Gördükmü? 8 mürəkkəbdir. Ona görə 8-i götürə bilmirəm. 9-un özü də mürəkkəbdir. Çünki 9 da 1-ə bölünür, 3-ə bölünür və 9-un özünə bölünür. O üzdən məndən əgər ən böyük sadə rəqəm istəyirsə, sadə tək rəqəm istəyirsə, təbii ki, nə götürəcəm? 7-ni götürəcəm və o birisi nə istədi? Ən böyük 2 rəqəmli tək ədəd. Bu da 99-dur. Bunların da fərqi nə olar? Təbii ki, 99-dan 7 çıxsaq, 92 qalmış olar. Yəni, bu tipli tapşırıqlar olarkən siz diqqətli olmalısınız ki, əvvəla rəqəm deyəndə rəqəm nədir? Yəni, hara qədər olanlara biz rəqəm deyirik? Təbii ki, ona qədər olanlara rəqəm də deyirik. Təbii ki, bunlar rəqəmdir. Amma artıq ondan başlayaraq biz yalnız və yalnız ədəd deyirik. Çünki ona 15-ə, 17-yə, bilim, 105-ə, 106-ya, 250-yə, 270-ə biz yalnız ədəd deyirik. Bunlara rəqəm deyə bilmərik. Amma 2-yə, 3-ə, 1-ə, 5-ə, 8-ə, 9-a bunlara biz həm ədəd deyirik, həm rəqəm deyirik. Bugünlük bu natural ədədlər mövzusu ilə bağlı bu qədər. Təbii ki, natural ədədlər mövzusu yəni var. Buna aid olan başqa hissələr də var. Məsələn, bölmə əlamətləri, bölünmə əlamətləri, əkob, əbobun tapılması da təbii ki, natural ədədlərə aiddir. Yəni, bu mənim giriş elədiyim hissə, mənim bu, yəni natural ədədlərdən bugün keçdiyim bu mövzu, bu hissə, bu əhatə eləyir bizim ibtidai sinifləri, bir də sertifikasiyaya hazırlaşan müəllimləri.
Yəni bunlar bu mövzudan yararlana bilərlər. Amma gələn dəfə inşallah mən natural ədədlərdən bölünmə əlamətləri, əkob, əbob, sadə vurğulara ayrılma, bunu keçəcəm. Bu hissəyə ibtidai sinif şagirdləri baxmaya bilər. Amma sertifikasiya müəllimləri baxmağı məsləhətdir. Çünki təbii ki, 5-ci, 6-cı sinif şagirdlərinin də baxmağı məsləhətdir. Çünki biz sertifikasiya müəllimlərində, yəni kəsirlər mövzusu düşür imtahana. O kəsirlərdə biz ortaq məxrəcə gətirəndə ən böyük ortaq bölən, ən kiçik ortaq bölünəni bilməliyik ki, bunları tapıb ortaq məxrəcə gətirək, ixtisar eləyə bilək. Ona görə yəni sertifikasiya müəllimlərinin baxmağı məsləhətdir. Gələn görüşədək inşallah növbəti izahım Azərbaycan dilindən fonetika bölməsi üzrə olacaq, onun ardı olacaq. Sağ olun.